Aysel, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir Mehman. Aysel, iqtisadiyyat xəbərlərindən gözümə dəyən bir maraqlı xəbər oldu ki, sığorta pensiya sistemində nəsə yenilik olacaq. Biz bilmək istədik ki, bu yeniliklər nədən ibarətdir? Mehman, bu sahədə bəzi yeniliklər, dəyişikliklər var, bir sıra yeniliklər, daha doğrusu belə deyək. Mən xüsusilə birini qeyd eləmək istəyirəm ki, artıq dövlət sosial sığortası ilə yanaşı, bundan sonra biz könüllü sosial sığortanın da şahidi ola biləcəyik. Yəni bunun üzərində artıq işlər aparılır və layihələr hazırlanır. Yeniliklər, başqa yeniliklərlə bağlı isə Economics'də xəbər tuta biləcəksiniz. Buyurun. İsə bir qədər də ətraflı. Dövlət Sosial Müdafiə Fondu sığorta pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondları fəaliyyəti ilə bağlı qanunvericiliyin hazırlanmasına başlayıb. Bununla bağlı Avropa tərəfdaşlıq və əməkdaşlıq aləti çərçivəsində yeni twinning layihəsi hazırlanıb. Layihənin reallaşdırılması ilə ölkəmizdə dövlət sosial sığortası ilə yanaşı könüllü sosial sığortanın da icrası mümkün olacaq. May ayından Latviyanın və Almaniyanın müvafiq qurumları ilə bu layihənin icrasına başlanılacaqdır. Yığım komponentinin tətbiqi, könüllü həyata keçirilməsi və bununla bağlı beynəlxalq təcrübənin öyrənilməsi və ilk növbədə qanunvericilik bazasının hazırlanması nəzərdə tutulmuşdur. Hazıradək Azərbaycanda məcburi dövlət sosial sığortası, yəni ki, fəaliyyət göstərirdi. Bu layihənin tətbiqi ilə artıq biz könüllü sığortanın da tətbiqinə başlayacağıq. 2014-2018-ci illərə əhatə edəcək regional inkişaf proqramı çərçivəsində bölgələrdə iri infrastruktur layihələrinin icrasına başlanıb. İqtisadiyyat və Sənaye Nazirinin müavini Sahib Məmmədovun sözlərinə görə regionlarda iri sənaye müəssisələri, sənaye parkları, sənaye məhəllələrinin yaradılması prioritet sahələrdəndir. Artıq Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır, Balaxanı Sənaye Parkı və Pirallahı Yüksək Texnologiyalar Parkı yaradılmışdır və hazırda Mingəçevir və Gəncə şəhərlərində sənaye parklarının yaradılması istiqamətində işlər davam etdirilir. Rusiyanın Dövlət Duması Milli Ödəniş Sistemi ilə bağlı qanun layihəsini təsdiqləyib. Sənədə əsasən yeni sistemin yaradılması barədə bütün tapşırıqlar Rusiya Mərkəzi Bankına həvalə edilib. Milli Ödəniş Sistemi vasitəsilə bütün növ transaksiyaları həyata keçirmək mümkün olacaq. Köçürmə sisteminin rəsmi işarəsi isə Rusiya rublunun qrafik təsviri seçilib. Ödəniş sisteminin yaradılması istiqamətində texniki məsələlərin icrasına may ayının 1-dən başlanacaq. Bugün Avropa Birliyinin rəsmilərinin növbədənkənar toplantısı keçiriləcək. Müzakirələrin əsas mövzusu isə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı olacaq. Yeni sanksiyalar xüsusi şəxslərə qarşı tətbiq ediləcək. Elə bir kəslərə ki, onlar Rusiya iqtisadiyyatında önəmli rol oynayan şəxslərdir. Xüsusilə energetika və bank sektorlarına nəzər salınacaq. Təbii ki, Rusiya bu qərardan heç də məmnun qalmayacaq. Lakin ümidvaram ki, yeni sanksiyalar öz həlledici təsirini göstərəcək. Şotlandiyanın Böyük Britaniyadan ayrılması ölkədə maliyyə sistemini iflic edə bilər. S&P agentliyinin analitikləri hesab edirlər ki, ölkədəki banklar İslandiya böhran modelini yaşamaqla üz-üzədirlər. Şotlandiyadakı vəziyyətin İslandiyadakı situasiya ilə eyni olduğunu görürük. İslandiyada yaşanan maliyyə böhranı bank sektorunu elə bir iflic vəziyyətə saldı ki, hətta hökumət belə banklara yardım edə bilmədi. Belə böhranın yaşanması böyük fəsadlar yaradır və zərərin aradan qaldırılması iri həcmli vəsait tələb edir. Referenduma gedən Şotlandiya bütün bunları nəzərə almalıdır. Birləşmiş Ştatlar Prezidenti Barack Obama'nın Asiya turnesi çərçivəsində Yaponiya səfəri rəsmi Tokionun ümidlərini doğrultmayıb. Aparılan danışıqlarda tərəflər azad ticarət zonasının yaradılması barədə razılığa gələ bilməyiblər. ABŞ tərəfinin şərtlərlə razılaşmaması transsakit okean tərəfdaşlığını təhlükə altına alır. Azad ticarət zonasının yaradılması mümkün olarsa, o zaman Asiya Sakit Okean regionunun 12 dövləti bura daxil olacaq və iri həcmli ticarət dövrəsində iştirak edəcəklər. Ümid edək ki, yaxın gələcəkdə razılıq əldə olunacaq.
Dünyanın en iri avtomobil istehsalçılarından biri olan Ford bu ilin birinci rübü ilə bağlı hesabat açıqlayıb. Əldə olunan nəticələr heç də ürəkaçan olmayıb. Hesabat dövrü ərzində şirkətin xalis gəlirləri 39% azalaraq 989 milyon dollar olub. Göstəricinin aşağı düşməsində başlıca səbəbsə qüsurlarla əlaqədar geri çağırılan avtomobillərə çəkilən məsrəflərin çoxalmasıdır. Buna baxmayaraq rüblü mənfəət 36 milyard dollara qədər yüksələ bilib. İlin ilk 3 ay ərzində şirkət 1,5 milyon avtomobil sata bilib. Dünya birjalarında müsbət dinamika qeydə alınıb, Amerikanın əsas indeksləri bahalaşıblar. Almaniyanın DAX-ı 0,58% artıb. Böyük Britaniyanın FTSE 100 indeksi dəyərini 0,4% artıra bilib. Yaponiyanın Nikkei 225 indeksi isə yaşıl zonada qərarlaşıb. Amerikanın New York birjasında hərraca çıxarılan light neftinin qiyməti 0,61% artıb. Bu saata light 101 dollar 40 sentə satılır. London birjasındakı Brent neftinin qiyməti də 0,9% yüksəlib və indi bu markadan olan qara qızıl 109 dollar 91 sentə təklif edilir. Qızıl da bahalaşır. Bu metalın bir unsiyası hazırda 1303 dollar 33 sentə təklif edilir. Bu isə 0,3% bahalaşma deməkdir. Gümüş 0,3% eniş edib və hazırda bu metal 19 dollar 66 sentə satılır. Platinin qiyməti 1426 dollardır. Palladium və mis bahalaşıb. Alüminium isə bir qədər ucuzlaşıb. Avro dollar 1.38.67'dir, dollar yen 102.22'dir, funt sterling dollar isə 1.68.48'ə mübadilə olunur. Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta məzənnələrini təqdim edirik. Dollar 78 qəpik yarımdır, avro 1 manat 8 qəpik yarımdır, Rusiya rublu 2,2 qəpik, Türk lirəsi isə 37 qəpiyə yaxındır. Belə, bu bizim sizə təqdim edəcəyimiz sonuncu iqtisadiyyat xəbəri idi. Buraxılışımızın ikinci hissəsini isə həmkarım Mehman Mehdiyev davam etdirəcək.